Müasir Azərbaycan cəmiyyətində tez-tez qarşılaşdığımız sosial şəbəkə müzakirələrindən tutmuş, gündəlik küçə söhbətlərinə qədər kök salmış, Bakını korlayan rayonlulardır tezisi ibtidai və absurddur. Bu sadəcə subyektiv bir qərəz və ya regionçuluq təzahürü deyil. Bu, daha dərin və təhlükəli bir sistem problemindən, cəmiyyətin öz yaralarına doğru diaqnoz qoya bilməmək acizliyindən xəbər verir. Təbabətdə sadə bir qayda var. Səhv diaqnoz xəstəni öldürür. Baş ağrısından əziyyət çəkən pasiyentə beynindəki şişi araşdırmadan yalnız ağrı kəsici vermək və ağrının səbəbini havanın rütubətində görmək nə qədər absurddursa, şəhərdəki etik pozuntuları, küçələrin zibillənməsini, nəqliyyat xaosunu və ümumi mədəni səviyyənin düşməsini insanların doğulduğu coğrafi məkana bağlamaq bir o qədər absurddur. Cəmiyyət öz xəstəliyinin əsl kökünü tapmaq əvəzinə simptomları ən müdafiəsiz və bəsit hədəfə yönləndirərək özünə təsəlli verir. 21-ci əsrdə insanları doğulduğu regiona, irqinə, cinsinə, dini baxışına və ya milli mənsubiyyətinə görə təsnifatlandırmaq, onları bu parametrlərə əsasən dəyərləndirmək, inkişaf etmiş cəmiyyətlərdə tam mənası ilə geridə qalmışlıq, savadsızlıq və etik norma çatışmazlığı kimi qəbul edilir. Bu yanaşma intellektual müflisləşmənin göstəricisidir. Çünki insanın mənsub olduğu coğrafiya onun mənəvi dəyərini, intellektual səviyyəsini və ya sosial davranış qaydalarına riayət etmə qabiliyyətini təyin edən faktor deyil. Bugün Avropa və ya Şərqi Asiya cəmiyyətlərinin çatdığı inkişaf səviyyəsi təsadüfi bir nəticə deyil. Qərb sivilizasiyasının intellektual üstünlüyü onların genetik kodlarında və ya coğrafi bəxtlərində yatmır. Bu inkişafın təməlində problemə emosional yox, analitik yanaşmaq mexanizmi dayanır. Problem ortaya çıxdıqda günahkar şəxs və ya qrup axtarmaq əvəzinə hadisənin kök səbəbini araşdırmaq təfəkkürü idarə edir. Əgər bir şəhərdə insanlar zibili küçəyə atırsa, ictimai yerlərdə etik çərçivələri aşırsa, avtomobildən yerə tullantı fırladırsa, bunun səbəbi həmin şəxsin hansısa rayondan gəlməsi ola bilməz. Çünki eyni insan strukturlaşmış, qaydaların işlədiyi və ictimai qınağın güclü olduğu başqa bir mühitə düşdükdə tamamilə fərqli davranır. Deməli, məsələ coğrafiyada yox, təhsilin keyfiyyətində, instansiyaların işləmə mexanizmində, mühitin formalaşdırdığı davranış modelində və mütaliəsizliyin gətirdiyi ümumi səviyyə düşkünlüyündədir. Biz və onlar bölgüsü yaratmaq, hadisələri bəsit müstəviyə endirmək ən asan yoldur. Çünki analitik düşünmək, sosioloji səbəbləri araşdırmaq, təhsil sistemindəki boşluqları görmək və öz davranışlarını sorğulamaq intellektual zəhmət tələb edir. Cəmiyyət bu zəhmətdən qaçdıqda real problemləri görməzdən gəlir. Nəticədə runsal urbanist toqquşması adı altında süni düşmənçilik yaradılır. Əsl problem təhsilsizlik, kitabdan uzaqlaşma və mədəniyyətsizlik kölgədə qalır. İnkişaf etmiş cəmiyyətləri digərlərindən fərqləndirən əsas cəhət problemlərə yanaşma metodu və fəlsəfəsidir. Bir icma, şəhər və ya ölkə qarşılaşdığı xaosu, nizam-intizam pozuntularını fərdlərin mənşəyi ilə əlaqələndirməyə başlayırsa, deməli orada sistemli düşüncə yoxdur. Qərb sivilizasiyasının hüquq və şəhərsalma sistemində vacib bir prinsip var. Problem fərddə görünə bilər, lakin həll hər zaman sistemdədir. Bunu anlamaq üçün şəhər planlamasındakı məşhur bir praktiki nümunəyə baxmaq kifayətdir. Avropanın bir çox müasir şəhərlərində urban sosioloqlar və bələdiyyələr arzulanan cığır konsepsiyasından geniş istifadə edirlər. Təsəvvür edin, iki yolun arasında yeni ot örtüyü salınmış balaca park ərazisi var. İnsanlar piyada keçidinə getmək əvəzinə vaxta qənaət etmək üçün həmin otların üzərindən keçməyə başlayırlar. Müəyyən müddətdən sonra otlar solur, tapdalanır və saralaraq korlanır. Səthi və bəsit təfəkkürlü bir idarəçilik və cəmiyyət bu mənzərəni görəndə nə edərdi? İnsanları tərbiyəsizlikdə, mədəniyyətsizlikdə günahlandırar, bəlkə də bu rayonluları başa salmaq olmur kimi məntiqsiz bir bəhanənin arxasına sığınardı. Lakin inkişaf etmiş bələdiyyə institutu məsələyə tam fərqli diaqnoz qoyur. Onlar anlayırlar ki, əgər kütləvi şəkildə insanlar oradan keçirsə, deməli şəhər planlamasında səhv var. Yol insan üçün rahat olan istiqamətdə salınmayıb. Bələdiyyə otu qorumaq üçün divar çəkmir, insanları söymür. Əksinə, həmin tapdalanmış hissənin qazonunu təmizləyib, oradan səliqəli daş yol çəkir. Problem cəzalandırmaqla deyil, insan davranışını anlayıb doğru infrastrukturu yaratmaqla həll olunur.
Bu yanaşma kriminologiya və sosiologiyada sındırılmış pəncərələr nəzəriyyəsi ilə üst-üstə düşür. Bu nəzəriyyəyə görə, əgər bir binanın sındırılmış pəncərəsi bərpa olunmursa, qısa müddətdə digər pəncərələr də sındırılacaq. Əgər bir küçədə atılan zibil təmizlənmirsə və cəzasız qalırsa, ora hamı zibil atmağa başlayacaq. Məsələ insanların hansı regiondan gəlməsində deyil, insan psixologiyası mühitə uyğunlaşır. Gəlin real bir müqayisə aparaq. Bakıda avtomobilindən yerə tullantı atan, ictimai məkanda yerə tüpürən, avtomobilində dəhşətli səslə düşük mahnılar oxudub başqalarını narahat edən bir insan eyni davranışı gedib Almaniyada, Yaponiyada və ya İsveçrədə edə bilərmi? Qətiyyən xeyr. Bəs niyə? Həmin insan Almaniyaya ayaq basan kimi bir gecədə genetik olaraq dəyişir, yoxsa doğulduğu regionun təsiri yoxa çıxır? Xeyr, dəyişən mühitdir, sistemdir, cəzanın istisnasız tətbiq olunması və ictimai qaydaların sarsılmazlığıdır. Almaniyada və ya Yaponiyada küçənin təmiz olması oradakı insanların mələk olmasından irəli gəlmir. Orada qayda pozuntusuna qarşı dərhal işə düşən hüquqi mexanizm və effektiv şəhər idarəçiliyi var. Cəmiyyətdə baş verən istənilən etik və ya sosial problemin fundamental kökü insanları hansısa coğrafi kateqoriyaya bölməklə deyil, qaydaların hamı üçün bərabər işləməsində, infrastrukturun düzgün qurulmasında və təhsilin məzmununda yatır. Buna görə də görüntünün özünə aldanıb şəhəri filankəslər korladı demək, məsuliyyəti öz üzərindən atmaq və həqiqi problemləri görməzdən gəlməkdən başqa bir şey deyil. Şəhəri korlayan fərdlərin coğrafiyası dərəcəsində bəsit bir amil deyil, həmin fərdləri tərbiyə edə bilməyən təhsil və onları çərçivədə saxlaya bilməyən sistem boşluğudur. Amma cəmiyyətdə nizamın bərqərar olunması yalnız dövlətin polisi və ya cəza aparatının gücü ilə mümkün deyil. Sosial nizamın qorunmasında ən böyük yük vətəndaş idrakının və ictimai qınaq mexanizminin üzərinə düşür. Lakin bizim cəmiyyətdə qarşılaşdığımız dərin psixoloji fəsadlardan biri məhz bu mexanizmin şuurlu şəkildə təhrif olunması və gözdən salınmasıdır. Avtomobilindən küçəyə zibil atan, parkda skamyaları qıran və ya ictimai etikaya zidd davranan birini videoya çəkib hüquq mühafizə orqanlarına təqdim etmək və ya sosial mediada ictimai qınağa çıxarmaq bizdə çox vaxt işverənlik, satqınlıq kimi aşağı səviyyəli kriminal jargon ifadələrlə damğalanır. Bu, feodal kriminal təfəkkürün cəmiyyətin şuuraltısına sızmasının təzahürüdür. Alman psixoloq və sosioloq Erich Fromm özünün Azadlıqdan qaçış əsərində qeyd edirdi ki, fərd kütlənin məsuliyyətsizlik rahatlığına sığınarkən öz mənəvi müstəqilliyini itirir və şuursuz kütləvi davranışınəsirinə çevrilir. Qayda pozuntusuna göz yummağı mərdlik saymaq əslində xaosun yayılmağına şərik olmaq deməkdir. İnkişaf etmiş Avropa ölkələrində isə bu proses tamamilə fərqli bir sosioloji məntiqə söykənir. Qərbdə bu davranış whistleblowing və ya vətəndaş bildirişi kimi qiymətləndirilir. Bir Alman və ya İsveçrəli qonşusunun zibili yanlış yerə atdığını, maşınını səkidə saxladığını gördükdə dərhal müvafiq quruma xəbər verir. Çünki o bilir ki, həmin şəhər, həmin küçə onun yaşam sahəsidir. Oradakı xaos birbaşa onun həyat keyfiyyətinə, övladının təhlükəsizliyinə təsir edir. Bu, başqasının işinə qarışmaq yox, öz hüququnu və yaşadığı mühiti qorumaqdır. Fransız filosofu Jean-Paul Sartre'ın məşhur bir fikri var. Bizim seçimlərimiz yalnız özümüzü deyil, bütün bəşəriyyəti formalaşdırır. Əgər bir cəmiyyətdə etik pozuntu edən şəxs ictimai qınaqla qarşılaşmırsa, əksinə onu ifşa edən vətəndaş işverən elan olunursa, orada nizamdan söhbət gedə bilməz. Belə bir mühitdə zibil atan, yerə tüpürən şəxs özünü haqlı və toxunulmaz hiss etməyə başlayır. Nəticədə neqativ davranış kütləviləşir. Problem bu davranışı edənin rayonlu və ya Bakılı olmasında deyil. Problem ondadır ki, cəmiyyətin özü sağlam ictimai immun sistemini, yəni ictimai qınaq mexanizmini itirib. Qınağın olmadığı, qanunun aliliyinin fərdi intizamla dəstəklənmədiyi mühitdə xaos qaçılmazdır. Burada vacib bir incə xətti də vurğulamalıyıq. Sağlam ictimai qınaq insanı cəmiyyətdən təcrid edib ona nifrət püskürmək, onu doğulduğu yerə görə təhqir etmək deyil.
qınaq şəxsin mənşəyinə yox, onun zərərli davranışına yönəlməlidir. İnsanı rayonlu deyib aşağılamaq qınaq yox, primitiv ayrı-seçkilikdir. Lakin onun etdiyi etik pozuntunu hüquqi və sosial müstəvidə ifşa etmək, tənqid etmək yetkin vətəndaş cəmiyyətinin təməl şərtidir. Cəmiyyət olaraq bu bəsit psixologiyadan azad olmadıqca, ictimai nəzarəti satqınlıq kimi görməkdən əl çəkmədikcə, şəhərimizin təmizliyini və ya ölkəmizin mədəniyyətini qoruya bilməyəcəyik. Ölkəmizi korlayan şey məhz bu susqunluq və yanlış anlayışlara sığınaraq xaosu legitimləşdirməkdir. Cəmiyyətimizdə kök salmış ən təhlükəli illüziyalardan biri də elita anlayışının tamamilə təhrif edilərək səthi formallıqlara endirilməsidir. Bəzi dairələrdə rus dilində danışmaq, Bakının mərkəzində böyümək və ya müəyyən bir həyat tərzinə sahib olmaq avtomatik olaraq ziyalı, mədəni və ya elit təbəqəyə mənsubluq göstəricisi kimi qəbul olunur. Bu sadəcə sosioloji savadsızlıq deyil, eyni zamanda dərin psixoloji komplekslərin və postkolonial şuurun təzahürüdür. Dünyanın hansı inkişaf etmiş ölkəsində öz xalqını əsrlərlə işğal etmiş, müstəmləkə halında saxlamış, 20 yanvar Xocalı kimi qətliamlara bais olmuş bir imperiyanın dilində danışmaq üstünlük sayıla bilər? Hansı cəmiyyətdə valideynlər öz övladını doğma dilində yox, məhz bu dildə təhsil alması üçün dəridən qabıqdan çıxar və bunu bir elitarizm göstəricisi kimi təqdim edər? Fransız filosofu Frans Fanon özünün Qara dəri, ağ maskalar əsərində müstəmləkəçiliyə məruz qalmış xalqların psixologiyasını təhlil edərkən qeyd edirdi. Əsarətdə qalmış insan azad olmağı deyil, öz ağasının dilini, geyimini və rəftarını mənimsəyərək ona bənzəməyi üstünlük zənn edir. İşğalçı dilini elitarlıq meyarı saymaq məhz bu psixoloji zəncirin halqasıdır. Əsl elita və mütəfəkkir təbəqəsi dildən formal status aləti kimi fəxrlənmək üçün yox, milli təfəkkürü, elmi və mədəniyyəti inkişaf etdirmək üçün istifadə edənlərdir. Azərbaycanın düşüncə tarixinə, onun Əfqanistan, Suriya və ya adi bir əyalət olmaması üçün fikir döyüşü aparan böyük şəxsiyyətlərə nəzər salsaq, qarşılaşacağımız mənzərə rayonlu Bakılı bölgüsünü yerlə yeksan edir. Azərbaycanın milli kimliyini və maarifçilik pərdəsini toxuyanlar məhz ölkənin hər bir guşəsindən çıxmış mütəfəkkirlər olub. Hüseyn Cavid Naxçıvandan, Mikail Müşfiq Xızıdan, Fətəli xan Xoyski Şəkidən, Xəlil Rıza Ulutürk Salyandan, Mirzə Ələkbər Sabir Şamaxıdan, Xurşidbanu Natəvan Şuşadan, Nəsib bəy Yusifbəyli Gəncədən, General Səməd bəy Mehmandarov Lənkərandan, Əliağa Şıxlınski Qazaxdan, Məmməd Səid Ordubadi Ordubaddan, Həsən bəy Zərdabi Zərdabdan, Məmməd Əmin Rəsulzadə Bakıdan. Bu dahi şəxsiyyətlər doğulduqları coğrafiyanın darlığı ilə yox, təfəkkürlərinin genişliyi ilə milli tariximizi formalaşdırdılar. Onlar insanları mənşəyinə görə bölmədilər. Əksinə, milləti savadsızlıqdan, cəhalətdən və özgələşməkdən xilas etmək üçün elmin, mütaliənin və milli ideyanın ətrafında birləşdilər. Özünü rusca 2 kəlmə bildiyinə və ya şəhər mərkəzində doğulduğuna görə bu böyük irsin varislərindən, regiondan gələn hər hansı bir gəncdən üstün saymaq tam mənası ilə intellektual kasıblıqdır. Kapitalizmin sırıdığı bahalı marka paltar geyinib, əzbərçi testlərlə universitet bitirmək, qalstuk taxıb plazada işləyib, take-away kofe içmək, bu görüntü sizi hansısa üstün elit təbəqəyə aid etmir. Mədəniyyət danışdığın dildəki yad aksentdə yox, düşündüyün fikrin dərinliyində, oxuduğun elmi fəlsəfi kitablarda və cəmiyyətə qatdığın dəyərdədir. Məsələnin kökü rayonlu və ya Bakılı olmaqda deyil, məsələ təhsildə, mütaliədə və milli özünü dərkdədir. Mütaliəsizlik sadəcə fərdin qüsuru deyil, cəmiyyətin ümumi idrak səviyyəsini iflic edən, onu hadisələrin mahiyyətini görməkdən məhrum edən sosioloji böhrandır. Kitab oxumayan, intellektual zəhmətdən qaçan cəmiyyətlərdə insanlar hadisələrin arxasındakı köklü səbəbləri təhlil edə bilmədikləri üçün ən bəsit, ən ibtidai izahlara sığınırlar. Qaydaların kütləvi şəkildə pozulmasını, şəhər mədəniyyətinin düşməsini və ya sosial xaosu rayonlu Bakılı müstəvisinə endirmək məhz bu düşüncə qıtlığının nəticəsidir. Fransız sosioloqu Pierre Bourdieu cəmiyyətin mədəni kapital nəzəriyyəsini irəli sürərkən bildirirdi ki, fərdin dünyanı qavrama bacarığı onun mənimsədiyi intellektual potensialı ilə düz mütənasibdir. Kitab insana analitik göz verir. Görmək başqa şeydir, baxmaq başqa. Kitab oxuyan insan hadisənin səthinə baxıb emosional hökm vermir.
O, görünənin arxasındakı fəlsəfi, sosial və psixoloji mexanizmləri görür. Oxumaq insana hadisələrin səbəb-nəticə zəncirini analiz etmək vizyonu qazandırır. Mütaliəli insan anlayır ki, küçənin zibillənməsi hansısa bölgənin insanının genetik kodu ilə bağlı deyil. Bu, təhsil sistemindəki boşluqların, ailə tərbiyəsindəki mənəvi aşınmanın və ictimai nəzarət mexanizminin işləməməsinin nəticəsidir. Kitab oxuyan fərd enerjisini sosial şəbəkələrdə ucuz bəhanələrlə deyinməyə və ya insanları coğrafiyasına görə aşağılamağa xərcləmir. O, problemləri real müstəvidə həll etmək üçün təkliflər irəli sürür. Öz yaşayış sahəsində balaca da olsa müsbət dəyişiklik yaratmağa çalışır. Bunun əksinə olaraq intellektual bazası olmayan kütlə sosial media alqoritmlərinin asan yeminə çevrilir. Bugün TikTok və Instagram kimi platformalar kütlənin diqqətini cəlb etmək üçün süni qalmaqallar, aşağı səviyyəli kontentlər və qızışdırıcı mövzular təqdim edir. Kitab oxumayan, vizyonu dar olan insan bu aşağı səviyyəli şəxsləri izləyir, onların baxış sayını artırır, şərh bölmələrində onlara söyüş söyür və özü də bilmədən həmin degradasiya mexanizminin bir parçasına çevrilir. Alman filosofu Arthur Schopenhauer'in dediyi kimi, aşağı səviyyəli insanlar başqalarının qüsurlarından bəslənir. Çünki özlərində təqdir ediləcək bir şey yoxdur. Mütaliə edən, özünü inkişaf etdirən insan isə bu alqoritmik tələdən azaddır. O, aşağı səviyyəli kontentlərin varlığından belə xəbərsiz olur. Çünki onun maraq dairəsi və alqoritmi fəlsəfi, elmi, mədəni mahiyyəti olan mənbələrlə zəngindir. O bilir ki, insanları rayonlu, bakılı, rus dilli, sünni, şiə kimi süni kateqoriyalara bölmək düşüncənin zəifliyidir, intellektual tənbəlliyidir. Kitab oxumaq cəmiyyəti bu mənəvi korluqdan xilas edən yeganə işıqdır. Mütaliə artdıqca gündəlik söhbətlərin keyfiyyəti yüksəlir, qərəzlər aradan qalxır və insanlar problemlərin kökünü axtarıb tapmaq bacarığı qazanırlar. Cəmiyyəti daxildən parçalayan, onun enerjisini və inkişaf potensialını sovurub aparan ən təhlükəli vərdiş fərdləri süni kateqoriyalara bölərək aşağılamaqdır. Lakin bu sosial mexanizmin şuursuz şəkildə tətbiq edənlərin unutduğu fundamental bir həqiqət var. Aşağılamaq sonsuz və dağıdıcı bir dövrədir. Unutmayın, hansı millətə, hansı regiona və ya sosial təbəqəyə aid olduğu üçün kimisə aşağılayırsınızsa, mütləq bir gün sizdən daha inkişaf etmiş, güclü və ya imkanlı başqa bir kəsimin sizi aşağılamasına da razı olmalısınız. Bu müqayisənin, bu nifrət spiralının heç bir sonu və heç bir qalibi yoxdur. Məhz buna görə də inkişaf etmiş Avropa və Şərqi Asiya cəmiyyətləri baş verən sosial problemlərdə görüntünün səthinə aldanmır. Onlar anlamsız, bəsit diaqnozlar qoyub, şərh bölmələrində, küçə söhbətlərində bir-birini təhqir etməyə əvəzinə problemin arxasındakı təməl sosioloji, psixoloji və hüquqi səbəbləri araşdırır və həmin kökü müalicə etməyə yönəlirlər. Onlar anlayırlar ki, fərdi günahlandırmaq sistemi düzəltmir, sadəcə xaosu dərinləşdirir. Kitab oxuyan, özünü inkişaf etdirən və sağlam təfəkkürə sahib olan hər bir vətəndaş bilir ki, cəmiyyətin qurtuluşu onu müxtəlif cəbhələrə bölməkdə deyil. Çıxış yolu vahid Azərbaycanlı ideyası ətrafında birləşməkdir. Əl-ələ verib, bu problem niyə var, məsələnin kökü hardan qaynaqlanır, bunu necə həll edə bilərik deyə analitik fikirlər irəli sürməkdə və real addımlar atmaqdadır. İntellektual özünü dərkin təməli gündəlik mütaliədən, fasiləsiz öyrənməkdən və düzgün informasiya mənbələrinə yönəlməkdən keçir. Hər gün özünüzü az da olsa inkişaf etdirin. Sizi dəyişdirən, dünya görüşünüzü genişləndirən, analitik düşünməyi öyrədən kontentlərə və kitablara üstünlük verin. Sosial şəbəkələrin təqdim etdiyi ucuz qalmaqallardan, süni nifrət mövzularından uzaq durun. Nəticə etibarilə, necə ki düzgün diaqnoz qoya bilməyən həkim yanlış müalicə ilə xəstəni ölümə məhkum edir, öz içindəki problemlərin əsl kökünü anlamayan, günahı bəsit bəhanələrdə axtaran cəmiyyət də mənəvi və mədəni ölümə məhkumdur. Şəhərimizi, ölkəmizi və gələcəyimizi qorumağın yeganə yolu kütləvi savadsızlığa qarşı elmin, mütaliənin və birliyin gücü ilə mübarizə aparmaqdır. Sona qədər izlədiyiniz üçün təşəkkürlər.